Dövlət İmtahan Mərkəzinin test toplusundan Koroğlu eposu ilə bağlı testlərin izahına baxaq. 32-ci testə baxırıq. Koroğlu dastanı əsasında klasteri tamamlayan fikirləri müəyyən edin. Əsas qəhrəman döyüşə girdiyi insanların hünərini etiraf edir. Deməli, əsas qəhrəmanımız Koroğludur. Hakim dairələr üçün ciddi narahatlıq doğurur. Bəli, doğrudur. Onun deməli atanması, sanalması, əhatəsini genişləndirməsi digər şəxsləri, digər hakimdarları narahat edirdi. Qadınların arzusunu yerinə yetirmək üçün Bağdada gedənlərin sırasındadır. Bu yanlışdır. Bəlli Əhməd, Dəmirçioğlu və Eyvaz gedir. Deməli, onu Bolu bəyə satan Mehdar Murtuzu bağışlamır və qılıncdan keçir. Xeyr, bağışlayır. Düşmən əlinə keçəndə öz kimliyini danır. Deməli, bəli, Koroğlu düşmən əlinə keçəndə Koroğluluğunu boynuna almır. Çünki qorxur ki, düşmən Koroğlunun tutulduğunu görüb, kəndi belə ayaq açar. Deməli, bizdən doğru fikir istədiyinə görə 1, 4, C variantı doğru cavabımız olacaq. 33-cü suala baxırıq. Koroğlu ilə Bolu bəy qoluna əsasən nöqtələrin yerinə uyğun gələn fikirləri müəyyən edin. Hasan Paşa, Ərəb Reyhan və Bolu bəyin adları var. Deməli, istəyirdi ki, digər qoşunların başında dayananlardan biri Koroğlunun başını qatsın, özü sonra isə işə başlasın. Deməli, bu şəxs Ərəb Reyhandır, çünki o istəmirdi. İstəyirdi ki, digərləri başlasın əvvəlcə. İstəyirdi ki, Koroğlunun üstündə hamıdan qabaq özü gedib, işi tək başına görsün ki, o biri paşaların adı çıxmasın. Bu Bolu bəy idi. Əvvəlcədən getmək istəyirdi. İstəyirdi ki, iki qoşun başçısını qızışdırıb Koroğlunun üstünə göndərsin, öz lap axırda geçsin. Bu da işi görməyə çalışan Hasan Paşa idi. D variantına baxırıq. İstəyirdi ki, qoşunu Çənlibelin yaxınında qoyub Koroğlunun üzərinə tək başına geçsin. Deməli, belə bir məsələ yoxdur. İstəyirdi ki, özü xəlvətcə Çənlibelə gedib Koroğlunun ya leşini, ya da başını gətirsin. Koroğlu və Bolu bəy qolunda belə bir hissə də yoxdur. Deməli, 1C, 2A, 3B, D variantı doğru cavabımız olacaq.